Salam əziz şagirdlər, bugün 7 iyun 2026-cı il tarixində keçirilən birinci qrup blok imtahanında riyaziyyat fənnindən olan test tapşırıqlarının izahını verəcəm. Birinci sualdan başlayaq. B-in həndəsi silsiləsində B n üstəgəl 10 vurulsun B n üstəgəl 11 vurulsun B n üstəgəl 12 bərabərdir 64 vurulsun 3 üstündə 3 elə. Həndəsi silsilədə belə bir qaydamız var ki, ardıcıl 3 dənə hədd verilirsə, görürsünüz 10, 11, 12. Burada B n üstəgəl 11-in kvadratı bərabər olacaq B n üstəgəl 10 vurulsun B n üstəgəl 12-yə. Onda mən B n üstəgəl 10 və B n üstəgəl 12-nin yerinə B n üstəgəl 11-in kvadratını yaza bilərəm. B n üstəgəl 11 kvadratı vurulsun B n üstəgəl 11. Burada kub olacaq artıq bir-birinə vuranda. Olacaq B n üstəgəl 11-in kubu bərabərdir. 64'ü 4'ün kubu yazıram. Bunu da 3 üstündə n'in kubu yazıram. Hər tərəfdən 3-cü dərəcədən kök alsaq, olacaq B n üstəgəl 11 bərabərdir. 4 vurulsun 3 üstündə n'ə. Bizdən də B 13 istəyir. N üstəgəl 11'in 13'ə bərabər olması üçün n bərabərdir 2 qoyacaq. Olacaq B 13 bərabərdir 4 vurulsun 3 üstündə 2, yəni 4 vur 9, 36. Doğru cavab B variantı. Sual 2. A-nın hansı qiymətlərində ax kvadratı üstəgəl a çıxılsın 2 vurulsun x çıxılsın 2 tam %25 kvadrat 3 hədlisi həmişə mənfi qiymətlər alır. Şərtimiz belədir ki, a kiçikdir 0, d kiçikdir 0 olmalıdır. Kvadrat 3 hədlisi mənfi qiymətlər alır. Yəni kiçikdir 0 şərti qoyuruq. Diskriminantı tapaq. Yəni b-nin kvadratı çıxılsın 4ac kiçikdir 0. B a çıxılsın 2'dir. A ilə A verilibdir. C'də mənfi 2 tam %25'dir. Kiçikdir 0. Müxtəsər vurma düsturu ilə A çıx 2'nin kvadratını açıram. Mənfi müsbət verir. A kvadratı üstəgəl 5a üstəgəl 4 kiçikdir 0. Viyyət teoreminə görə toplayanda mənfi 5 vuranda müsbət 4 verməlidir. Bu mənfi 4 və mənfi 1'dir köklər. Ədəd ox çəkirik. Ədəd oxunda mənfi 4'ü və mənfi 1'i qeyd edirik. Hər ikisi daxil deyil. Ayırırıq intervala. İntervalda a kvadratının əmsalı müsbət olduğu üçün birbaşa kənarlara müsbət, ortaya mənfi yazdım. Bizə lazımdır kiçikdir 0 intervalı, yəni bu aralıq bizdə ödəyir. Həmçinin biz bir dənə də şərt dedik ki, d kiçikdir 0 ilə bərabər a da kiçikdir 0 olmalıdır. Onda 0 qeyd edirəm. 0'dan da gedirəm mənfi sonsuzluğa. Mənə kəsişmə lazımdır. Kəsişmə baxırıq burada oldu. Cavabımız olacaq mənfi 4, mənfi 1 A variantı. Sual 3. Yük avtomobili A məntəqəsindəki ambardan götürdüyü malları ABCD düzbucaqlısının perimetri üzrə hərəkət edərək B, C və D məntəqələrinə paylayıb ambara qayıtdı. Cəmi 420 kilometr yol qət etdi. Deməli, P, A, B, C, D bərabərdir 420'yə. AB məsafəsinin BC məsafəsinə nisbəti 3 bölünsün 4 kimidir. A, B'yə 3K yazırıq. BC'yə 4K yazırıq. Bilirik ki, perimetr 2 vurulsun A üstəgəl B'dir. 420 bərabərdir 2 vurulsun 4K üstəgəl 3K edəcək. 420 bərabərdir 2 vurulsun 7, 14K. K'nı tapmaq üçün 420'ni 12'yə bölürəm. Edir 30. K 30'dursa olacaq. 3 vurulsun 30, 90. Bura oldu 90. 4 vurulsun 30. Burada oldu 120. Burada 120.
Ardını oxuyuruq. Avtomobil hər məntəqədə yükünün bir hissəsini boşaltdığı üçün növbəti məntəqəyə qədərki yolu əvvəlkindən 15 km/s çox sürətlə getdi. İndi isə sürətlərini qeyd edirəm. Burada sürət x-dır. B-də fasilə etdiyi üçün burada sürət x üstəgəl 15-dir. Sonra yenə fasilə etdiyi üçün C-də burada sürət x üstəgəl 30-dur. Burada isə x üstəgəl 45-dir. Davamını oxuyuruq. Avtomobil B-dən C-yə 2 saata getmişdir. Zamanı tapmaq üçün gedilən yol sürətə bölünür. B-C-yə baxırıq. B-dən C-yə gedilən yol 120-dir. 120-ni bölürəm sürətə x üstəgəl 15-ə. Bərabərdir 2 saat. Çarpaz vursaq 2 vurulsun x üstəgəl 15 bərabərdir 120-yə. X üstəgəl 15 bərabərdir 120-ni 2-yə bölürəm 60. X da bərabərdir 60-dan 15 çıxıram 45-ə. Daha sonra deyir, D məntəqəsindən A-ya nə qədər vaxta getmişdir? D-dən A-ya baxıram ki, gedilən yol 120-dir. Çünki bura 120-dirsə, burada 120-dir. Gedilən yolu bölürük sürətə. Sürət x üstəgəl 45-dir. Biz də x-i 45 tapmışdıq. X-in yerinə 45 yazıram. 120 bölünsün 45 üstəgəl 45, yəni 120 bölünsün 90. 30-a ixtisar edirəm. 4, 3. Edir 3-də 4 saat. Dəqiqəyə çevirək. Vururuq 60-a. Doğru cavab 80. Y bərabərdir x kvadratı və y bərabərdir 8 çıxılsın x kvadratı xəttləri ilə hüdudlanmış fiqurun sahəsini tapın. Koordinat oxlarını çəkirəm. Deməli, y bərabərdir x kvadrat funksiyasının qrafiki bu şəkildədir. Çünki x-a 0 versəz y-də nə olacaq? 0. Qrafik bu şəkildədir. X kvadrat funksiyasının. Parabolanın y bərabərdir. A vurulsun, x çıxılsın, m-in kvadratı üstəgəl. N düsturuna əsasən, baxın, burada y bərabərdir. Mənfi x kvadratına müsbət 8-in yerini dəyişirəm. Yazıram, mənfi x kvadratı üstəgəl 8. Deməli, burada, baxın, A mənfi 1-ə bərabərdir də, yəni A kiçikdir 0 olduğu üçün parabolanın qolu aşağı olacaq. Və burada M 0-dır. N-də Y yoxunda da, yəni 8 vahid yuxarı qalxacaq. Deməli, M 0-dır, X oxundan 0 alıbdır, Y yoxundan da 8. Burada 8. Qollarda aşağı. Yəni, bu şəkildə belə olacaq. İndi, demə bizdən buranın sahəsini istəyir. Baxın, bu nöqtədə x funksiyalar kəsişir. Funksiyanın kəsişmə nöqtəsində y-lər və x-lər bir-birinə bərabər olur. Onda demə biz bunları bir-birinə bərabər eləyək. Yəni y bərabərdir x kvadratını y bərabərdir 8 çıxılsın x kvadratına bərabər edirik ki, həmin nöqtədə x-dan aldığı qiymətlə y-dən aldığı qiymət bir-birinə bərabərdir. X kvadratı bərabərdir 8 çıxılsın x kvadratı, 2x kvadratı bərabərdir 8-ə, x kvadratı bərabərdir 4-ə. Buradan x-i tapırıq, mənfi müsbət 2. Deməli, bu mənfi 2 buradadır, müsbət 2 buradadır. X-a da gətirib 2 verirəm. Məsələn, y bərabərdir 2-nin kvadratı və yaxud mənfi 2-nin kvadratı, y eləyir 4. Həmçinin burada da qoysaq cavabınız 4 olacaq. Baxın, 8 çıxılsın, 2-nin kvadratı etdi 4. Deməli, y yoxundan da orada 4 aldı. Deməli, bizim inteqralın sərhədləri mənfi 2 ilə müsbət 2 olacaq. Mənfi 2, müsbət 2, 8 çıxılsın 2x kvadratı bərabərdir 8x çıxılsın. 2x kvadratının inteqralı isə bizə verəcək 2x-in kubu bölünsün 3. Mənfi 2 bərabərdir. Deməli, 2 qoyuram, 16 çıxılsın. Bu
2 üstü 3 8 vurduq 2 16. 16 bölünsün 3 çıxılsın. Mənfi 2 qoyuram. Mənfi 16 üstəgəl 16 bölünsün 3 olur. Bunlar da bir-birindən çıxanda demək mötərizə qarşısında mənfi var. Birinci mötərizənin olduğu kimi yazdıq. İkincini əks işarə ilə yazırıq. Bərabərdir. 16 ilə 16-nı topladım 32. Bunlar da ikisi mənfi olduğu üçün toplayıb mənfisini yazıram. O da bərabərdir. Deməli tam və kəsir hissəyə ayıraq. 32 çıxılsın 10 tam 3-də 2. Bu da yazsam 31 tam 3-də 3 çıxılsın 10 tam 3-də 2. Edəcək 21 tam 3-də 1 B variantı. Sual 5. İki yüzlü bucağın müxtəlif üzlərində yerləşən A və B nöqtələrindən. Deməli, burada üzləri belə göstərəcəm bir düz xətlə. Bu bir üzü, bu da digər üzü. Bu üzün üzərində bir A nöqtəsini yazıram. Bunun da üzərində B nöqtəsini yazıram. Deyir ki, onun tilinə qədər olan AC və BC məsafələri üçün. Burada olsun C. Demək, AC ilə BC bir-birinə bərabərdir. O da bərabərdir AB. Demək, A-dan da B-yə birləşdirəm. Bunlar üçü də bir-birinə bərabərdir. Burada 3 bucaq əmələ gəlib də. Daxili bucaqların cəmi 180-dir. Bölürük 3-ə. Deməli, həmin o 200-lü bucağımız bura oldu 60 dərəcə. Cavab D variantı. Sual 6. Üçbucağın şəklini buradan çəkəcəm. A, B, C. Bir dənə BD düz xətti verilibdir. Və bizə deyir ki, BAC bərabərdir 2ACB. Mən ACB-yə alfa deyəcəm. Əgər bura alfa deyirəmsə, onda BAC 2 alfa olacaq. BAC, yəni bura 2 alfa olacaq. Digər tərəfdən AB ilə BD bir-birinə bərabərdir. Hər ikisi 5-dir. Onda bu bərabər yanlı üçbucaqdır. Burada 2 alfa olacaq. Üçbucağın, baxın bu üçbucağın İki daxili bucağının cəmi bərabərdir ona qonşu olmayan bu xarici bucağa. Yəni bura, baxın bu bucaq, bucaq D, B, C bucağı üstə gəl. Buradakı alfa bərabər olmalıdır 2 alfaya. Yəni DBC bucağı bərabər olacaq 2 alfa çıx alfa alfaya. Burada olur alfa. Deməli bu üç bucaqda burada bərabər yanlı üç bucaqdır. Burada yazacağım 5. Və mənə deyir ki, AC-də 11-dir. A-dan C-yə də 11-dirsə, 11-dən 5-i çıxıram. Burada yazıram 6. Bərabər yanlı üçbucaq var burada. Baxın, bu bərabər yanlı üçbucağa diqqət edirik. Bərabər yanlı üçbucağın bilirik ki, hündürlüyü həm də onun medianıdır. Hündürlüyü çəkdim. Hündürlük bərabərdir median, bərabərdir tən bölən, bərabər yanlı üçbucaq olduğu üçün. Onda buradakı bu 6-nı böləcək 3, 3 bərabər bölür də. Pifaqor teoreminə görə h-ın kvadratı üstə gəl 3-ün kvadratı bərabər olur 5-in kvadratına. 3, 4, 5 Pifaqor ədədlərdə. Buradan h-ı tapırsınız 4. H da bərabərdir 4-ə. Deməli h 4-dürsə, yəni ABC üçbucağının hündürlüyü 4-dür də biz bura çəkərək ABD üçbucağına çəkərək h-ın 4 olduğunu tapdıq. H 4-dürsə bu üçbucağın sahəsini tapa bilərik. 2-də 1 vurulsun AH düsturuna əsasən. Tərəf 11-dir. Həmin tərəfə çəkilən hündürlük də 4-dür. Doğru cavabımız 22 C variantı. 7. ABC vektorları verilmişdir. A çıxılsın B üstə gəl C vektorunun komponentlərini tapın. Əvvəlcə gəlin B üstə gəl C vektorunun komponentlərini tapaq. Vektorun komponentlərini tapmaq üçün uyğun komponentləri, yəni x-ları 1 toplayırıq. 2 ilə 1-i toplayıram 3. 1 ilə 0-ı toplayıram 1. 1 ilə 3-ü toplayıram 4. İndi A vektorundan çıxacağım. Həmin bu B üstə gəl C vektorunu. B üstə gəl C. A vektorunun komponentləri -1, -1, 2'dir. -1, -1, 2 çıxılsın. B üstə gəl C vektorunun komponentləri 3, 1, 4'dür. Deməli, -1-dən 3'ü çıxıram. Bir-birindən çıxırıq uyğun komponentlərə. -4, -1-dən 1 çıxıram. -2, 2-dən də 4 çıxıram. Yenə -2. Deməli, doğru cavabımız D variantı. 8. 124 dərəcəli bucağın təpəsindən çıxan şüa onu
ölçülərinin fərqi 26 dərəcə olan iki bucağı ayırır. Bu bizim 124 dərəcə bucağımız. Bura ümumi 124 dərəcədir. Buradan bir dənə şua çıxarıram. Bura bir alfa yazıram, bura bir beta yazıram. Alfa ilə betanın cəmi ümumilikdə 124 dərəcədir. Amma bizə deyir ki, fərqi də 26 dərəcədir. Onda alt-alta toplasaq 2 alfa bərabərdir 150 dərəcəyə, alfa da bərabərdir 75 dərəcəyə. Bizdən böyüyünü istəyir. Biri 75'dir, digərini tapaq. Məsələn, burada qoysaq yerinə beta bərabərdir 124 çıxılsın alfa, yəni 124-dən çıxıram 75'i. 9, 11'dən də 7, 49. Biri 49'dur, biri 75'dir. Deməli, böyük olan 75 C variantı. 9. Qarşılıqlı sadə A və B natural ədədləri üçün qarşılıqlı sadə ədədlərin əkobu onların hasilinə bərabərdir. Əkob AB bərabərdir 126 verilibdir. Əkob burada AB-dir. Yəni AB 126'dır. A üstəgəl B-ni verib 23. Bizdən A kvadratı üstəgəl B kvadratını istəyir. Müxtəsər vurma düsturu A üstəgəl B-nin kvadratı çıxılsın 2AB yazırıq. A üstəgəl B 23'dür. 23'ün kvadratı çıxılsın 2 vurulsun 126. O da bizə verəcək 277 B variantı. Sual 10. ABC piramidasının bütün yan telləri oturacaq müstəvisinə 60 dərəcə bucağı əmələ gətirir. CA 8'dir. Piramidanın oturacağı bərabər yanlı düzbucaqlı ABC üçbucağıdır. Bir dənə ABC üçbucağı çəkirik. Bərabər yanlı düzbucaqlı üçbucaq. Bura düzbucaq təpəsi, yanlar bərabərdir. Adlandırıram. ABC piramidadır. Bura S. Tilləri çəkirik. İndi piramidanın həcmini deyir tapın. V bərabərdir 3'də 1. S oturacaq. Vurulsun hündürlük. Hündürlüyü çəkirəm. Oturacaq bərabər yanlı düzbucaqlı üçbucaq olan piramidanın hündürlüyü gəlir oturacaqdakı düzbucaqlı üçbucağın hipotenuzunun tam ortasına düşür. Yəni mərkəzə. Buranı bizə verib 8. Baxın. Oturacaq müstəvisi deyir 60 dərəcə bucağı əmələ gətirir. Deməli, burada düzbucaqlı üçbucağı əmələ gəldi. Burada yazıram 30. Bilirik ki, hipotenuza 2A desək, 30'un qarşısı A'dır. 60 dərəcə bucağın qarşısı da 6A kök 3'dür. Bura bizim hündürlüyümüzdür. 2A 8'ə bərabərdirsə, deməli A 4'ə bərabərdir. Hündürlüyü də A kök 3 yazdıq axı. A'nın yerinə gətirək bu 4'ü yazaq. Deməli, hündürlüyümüz nə olacaq? 4 kök altında 3. Bura yazıram. 4 kök altında 3. İndi, axı biz 30'un da qarşısını tapmalıyıq. 30'un qarşısı da hipotenuzun yarısıdır da. Yəni A. 4 tapmışıq. Burada yazırıq 4. Dedik ki, bu hündürlüyü, çəkilən hündürlüyü buranı bərabər bölür. Bura 4'dürsə, burada 4'dür. Onda burada hipotenuzumuz 8 oldu. S oturacağın yerinə bərabər yanlı düzbucaqlı üçbucağın hipotenuz ilə sahə düsturunu yaza bilərsiniz. S kvadratı bölünsün 4. Tapdığımız qiymətləri qoyaq yerinə. Bərabərdir. 3'də 1 vurulsun. Bizim hipotenuzumuz, baxın, hipotenuz buradır. Bura hipotenuzdur. S bərabərdir 4 üstəgəl 4, yəni 8 tapmışıq. 3'də 1 vurulsun. 8'in kvadratı bölünsün 4 vurulsun. Hündürlüyümüz də baxın buradadır 4 kök 3. 4 kök 3. 4 ilə 4'ü aparaq. Deməli 8'in kvadratı 64'ü vurursunuz kök 3'ə 64 kök 3. Cavabımız olacaq A variantı. 11. Kosinüs pi üstəgəl alfada bilirik ki, adını dəyişmir, olur kosinüs alfa. Amma pi üstəgəl alfa gəlir 3-cü rübə düşür. Kosinüsü də biz x oxuna görə təyin etdiyimiz üçün burada mənfi olur. Yəni mənfi kosinüs alfa. Bu olacaq. Deməli, mənfi 2 kosinüs 3x. Bu kosinüs 3x da keçiririk bura. Mənfi kosinüs 3x olur. Bərabərdir 0. Mənfi kosinüs 3x-i mörtəzə xaricinə çıxarsaq, 2 üstəgəl kosinüs 3x bərabərdir 0. Hər bir vurğu ayrı-ayrılıqda 0'a bərabər edirəm. Bir dəfə mənfi kosinüs 3x bərabərdir 0. Bir dəfə də 2 üstəgəl kosinüs 3x bərabərdir 0.
Bunu birinci həll etsəm kosinus 3x bərabərdir mənfi 2-yə. Biz də bilirik ki, kosinus mənfi 1, 1 aralığında qiymət var. Ona görə də bu boşluqlu olur. Çünki mənfi 2 ala bilmir. Biz bunu həll edəcəyik. Mənfini atırıq. Kosinus 3x bərabərdir 0-a. Kosinus 0-a bərabərdirsə bu xüsusi haldır. Yəni burada 3x bərabərdir. Kosinus 0-a bərabər olanda olur pi bölü 2 üstəgəl pi n. N də daxildir z-ə. Burada 3x olduğu üçün hər birini böləcəm 3-ə. X bərabərdir. Pi bölünsün 6. 3-ə bölmək 3-də 1-ə vurmaq deməkdir. O da n daxildir z. Cavabımız olacaq D variantı. 12. Y bərabərdir. Loqaritma 7 əsasdan x çıx 7 və üstəgəl loqaritma 8 əsasdan 8 çıx x funksiyasının təyin oblasti. Təyin oblasti x-in ala biləcəyi qiymətlərdir. Bilirik ki, loqaritma a əsasdan b, burada a-da, b-də 0-dan böyük natural ədədlər olmalıdır. Yəni, x çıxılsın 2 böyütür 0 şərti qoyulmalıdır. Həmçinin 8 çıxılsın böyütür 0 şərti qoyulmalıdır və sistemi almalısınız. Çünki ikisində kəşfməsini götürəcəksiniz. Birincini həll etsək, x böyütür 2. Burada x-i digər tərəfə keçirsək, 8 böyütür x. Deməli, x yerləşir 2 ilə 8-in arasında. 2 də daxil deyil, 8 də daxil deyil. Baxın, 2-dən müsbət sonsuzluğa gedəcək, 8-dən mənfi sonsuzluğa. Yəni, kəsişmə 2-8 aralığındadır. Ödəyən ədədlər 3, 4, 5, 6 və 7-dir. Bizə deyir ki, təyin oblasına daxil olan ədədlər çoxluğunun bütün 3 elementli adçoxluqlarının sayını tapın. Burada 5 dənə ədəd var, kombinizon 5-dən 3. 3 elementli adçoxluğu dediyi üçün kombinizon 5-dən 3 yazırsınız. Olur 5 faktorial bölünsün, 3 faktorial vurulsun, 5 çıxılsın, 3 faktorial bərabərdir. 5 faktorial, 3 faktorial, 2 faktorial. 5 faktorialı 5, 4, 3 faktoriala qədər yazıram. 3 faktoriallar ixtisar gedir. 5 vurulsun 4, 2 faktorialda 1 vurulsun 2-dir. Cavabımız olacaq 10, A variantı. Sual 13. A və B çoxluğunun kəsişməsini istəyir. Kəsişmə bilirsiniz ki, eyni elementləri seçməliyik. Eyni olanlar 8 və 9-dur. Cavab A variantı. Bu dəfə bizə qiymətlər çoxluğu deyir. Qiymətlər çoxluğu Y-in ala biləcəyi qiymətlərdir. Və Y-in ala biləcəyi qiymətlər uşaqlar kosinusdan asılıdır. Kosinus x -1, müsbət 1 hər ikisi daxil olmaqla bu aralıqda qiymətlər alır. Deməli, bizim funksiyamızda 4-də 1 üzərində -1, yəni 4, 4-də 1-i tərsinə çeviririk də, üzərində -1 varsa və 4-də 1 üzərində 1, yəni olduğu kimi 4-də 1. Funksiyamızda 4-də 1 və 4 aralığında qiymətlər alacaq. Cavabımız olacaq E variantı. 15. AK və BK tənbölənlərdir. Şəkli buradan çəkirəm. Şəkildə bizə trapesiya verilibdir. A, D, C, burada da B. A'dan K'ya bir tənbölən. Buraya yazıram alfa alfa. Və bu alfanın çarpazı burada olur. Çünki DC və AB bir-birinə paraleldir. Və həmçinin K nöqtəsinə bir dənə də B-dən gətiririk tənbölən. Burada da olur beta və beta. DC 7-dir. D-dən C-yə ümumi 7-dir. AB-də 12-dir. Trapesiyanın perimetrini istəyir. Baxın, əgər biz bura bir x desək, burada bərabər yanlı bir üçbucaq yarandığı üçün DK da olacaq x. Burada yazıram x. Digər tərəfdən bura beta olduğu üçün burada betadır. Əgər biz bura bir y desək, burada olacaq y. Çünki həmçinin burada da bir bərabər yanlı üçbucaq yaranıbdır. Oturacağı bitişik bucaqları beta betadır. İndi x üstəgəl y-imiz 7 oldu. Qeyd edirik. X üstəgəl y bərabərdir 7. Trapesiyanın perimetri bərabərdir. Oturacaqları 7 və 12. 7 üstəgəl 12. Yan tərəflərdə x üstəgəl y. X üstəgəl y-də biz artıq tapmışıq ki,
7'yə bərabərdir. Doğru cavab C variantı. 16. Sistem tənlikdir. 5x çıxılsın 21y bərabərdir 9. Aşağını -5'ə vuracağım. Olacaq -5x -50y bərabərdir -80. Alt-alta toplayıram. 5x'lar islah olur. -71y bərabərdir edir -71. Y də bərabərdir müsbət 1'ə. Y müsbət 1'ə bərabərdir. İndi isə x'i tapırıq. Misal üçün birinci tənlikdə qoyaq yerinə. 5x çıxılsın 21 vurulsun. Yəni y-in qiyməti 1 bərabərdir 9'a. 5x bərabərdir 9 üstə gəl 21. 5x 30 olarsa 30'u bölürük 5'ə. X edir 6. X da tapdıq 6. X bölünsün y nisbətini istəyir. X bölünsün y. 6 bölünsün 1. Cavabımız olacaq 6 D variantı. Sual 17. Y bərabərdir. Arcsinus 5 çıxılsın. Kök altında x çıxılsın 2 funksiyasının təyin odasına daxil olan ən kiçik və ən böyük ədədlərin cəmini tapın. Bilirik ki, sinus -1, 1 aralığında qiymətlər ala bilir. Ona görə də yazırıq 5 çıxılsın. Kök altında x çıx 2, -1, 1. Əvvəlcə hər birinə -5 əlavə edəcəm. Yəni 5 çıxıram da bir sözlə. Edəcək -6. Burada gedəcək qalacaq mənfi. Kök altında x çıx 2, -4. Yəni hər birini mənfiyə vuraq. Olsun 6. Mənfiyə vuranda işarələr də dəyişir. Sonra kvadrata yüksəldirəm. Hər birini kvadrata yüksəldirəm. Kvadrat kökə aparır. 36 böyük bərabərdir. X çıx 2 böyük bərabərdir 16. İndi isə hər birinə müsbət 2 əlavə edəcəm. Olacaq 38 böyük bərabərdir x böyük bərabərdir 18. Ən böyük qiymət 38, ən kiçik qiymət 18. Toplayıram. 6 1 yadda 56. Doğru cavab E variantı. 18. Biri digərinin 80%-ni təşkil edən iki ardıcıl cüt ədədin kvadratları fərqinin modulunu tapın. Ardıcıl cüt ədədlər dediyi üçün 2n üstə gəl 2. Biri digərinin 80%. Təbii ki, kiçik olan, böyük olanın 80%-ni təşkil edəcək. 80'ə vururam, 100'ə bölürəm. Bir-birinə bərabər oldu. 1 yazırıq. 20'yə ixtisar edirəm. 5, 4. İndi isə çarpaz vururam. 10n bərabərdir. 8n üstə gəl 8. 2n 8'ə bərabərdir. N də bərabərdir 4'ə. Bizim ədədlərimiz 2n idi. Bir də 2n üstə gəl 2 idi. 2 vurulsun 4. Birinci ədədimiz 8 olacaq. Ardıcıl cüt olduğu üçün digəri də 10 olacaq. Kvadratları fərqi deyirsə, modulda 10'un kvadratı çıxılsın 8'in kvadratı bərabərdir. Edəcək 100 çıxılsın 64, 36. C variantı. 19. Bura diqqət edirik. Bu bizə kök A çıxılsın kök B'nin mürtəzə kvadratını verir. Məxrəcdəki isə kök A üstə gəl kök altında B'nin mürtəzə kvadratını verir. Kvadrat kökü aparır. Kvadrat kökü aparır. Bilirik ki, cüt dərəcəli kökün altından mənfi ədəd çıxa bilməz. Yəni, bu modulda çıxır. Mənfidirsə, əks işarə ilə çıxacaq. Baxırıq şərtə. Şərtdə görürük ki, A B-dən böyükdür. Onda kökə A çıxılsın kök B müsbət ədəddir. Olduğu kimi çıxacaq. Kök altında A çıxılsın kök altında B. Toplaması da müsbətdir. Kök altında A üstə gəl kök altında B. Baxırıq ki, məxrəcləri bərabər kəsirlər yaranıb burada. Ortaq məxrəc kök A üstə gəl kök B-ni olduğu kimi yazırıq. 2'ni mürtəzəyə vururam. 2 kök A çıxılsın 2 kök B. Üstə gəl 4 kök altında B. Bərabərdir. Oxşar ədədlərimiz 4'dən 2 çıxıram. Müsbət 2 kök altında B. O da bərabərdir. 2'ni çıxarıq mürtəzə xaricinə kök A. Üstə gəl kök B.
İxtisar gedir. Doğru cavab 2 E variantı. Sual 20. A parametrinin hansı qiymətində y bərabərdir? X üstəgəl y üzərində a çıxılsın x funksiyasının ən kiçik qiyməti 4 olur. Ən kiçik qiymət görürsünüzsə, deməli burada törəmə 0-a bərabər olmalıdır. Törəməni tapaq. X-in törəməsi 1-dir. Y üzərində a çıx x-in törəməsi özü vurulsun. A çıxılsın x-in törəməsi. Sonra 1 üstəgəl y üzərində a çıxılsın x. A-nın törəməsi 0-dır. Mənfi x-in də törəməsi verəcək bizə mənfi 1. Olacaq 1 çıxılsın y üzərində a çıx x bərabərdir 0. Y üzərində a çıxılsın x 1-ə bərabərdirsə, y nə zaman 1-ə bərabər olar? Dərəcəsi 0 olanda. Demək a çıx x 0-dır. Buradan da başa düşürük ki, a bərabərdir x-ə. Deməli biz x-in yerinə aparıb a qoyacağıq. Baxın. X-in yerinə a-nı gətirib burada qoyması yerinə və y 4-ə bərabər olmalıdır. Deməli 4 bərabərdir. A üstəgəl y üzərində a çıxısına 4 bərabərdir. A üstəgəl y üstündə 0. Bu bizə 1 verir. Demək a neçəyə bərabər oldu? 3-ə. Doğru cavab B variantı. 21. Kök altında loqaritma 2 əsasdan x çıxılsın. Mötərizədə, baxın bu 8 vurulsun x-dir. Loqaritma 2 əsasdan 8 vurulsun x-dir. Biz bu vurmanı toplama ilə ayıracağıq. Loqaritma 2 əsasdan 8 üstəgəl loqaritma 2 əsasdan x. Üstəgəl 5 bərabərdir 0. Kök altında loqaritma 2 əsasdan x çıxılsın. 2 əsasdan 8 bizə verir 3. Çünki 8 2 üstündə 3-dür. 3 əmsala keçir. 2 əsasdan 2 də 1 verir. Üstəgəl mötərizəni açaq artıq. Mötərizə qarşısında mənfi olduğu üçün bu da mənfi loqaritma 2 əsasdan x üstəgəl 5 bərabərdir 0. Mənfi 3 ilə müsbət 5 bizə verir müsbət 2. Artıq mən loqaritma 2 əsasdan x-a bir t deyirəm. Olur t çıxılsın. Bu t kvadratıdır. Üstəgəl 2 bərabərdir 0. Gəlin hər birini mənfiyə vuraq. T kvadrat çıxılsın t. Çıxılsın 2 bərabərdir 0. Bir terminə və yaxud vurğular ayırma ilə və yaxud diskriminantla tənliyi həll edə bilərsiniz. Sadə bir kvadrat tənlikdir. Hər bir vurğu ayrı-ayrılıqda 0-a bərabər edirəm. T bərabərdir 2. Buradan da t bərabərdir mənfi 1-ə. Axı biz loqaritma 2 əsasdan x-a t demişdik. Biz bilirik ki, t burada böyük bərabərdir 0 olmalıdır. Yəni mənfi ola bilməz. Bu bizim kənar kökümüzdür. Onda t-nin qiymətini qoyaq burada yerinə. Loqaritma 2 əsasdan x bərabərdir 2-yə. Hər tərəf kvadrat yüksəldirəm. Kvadrat kökü aparır. Loqaritma 2 əsasdan x bərabərdir 4-ə. Buradan da x bərabərdir 2 üstündə 4, yəni 16-ya. Doğru cavab A variantı. 22. Z bərabərdir 2-də 7, üstəgəl 2-də 1-i. Z-i vurmalıyıq Z-in qoşmasına. Z-in qoşması sadəcə xəyali hissənin qarşısı dəyişəcək. Yəni müsbət 2-də 1-i olacaq mənfi 2-də 1-i. Kvadratlar fərqi düsturu yaranır. A kvadratı çıxılsın B kvadratı bərabərdir A çıx B. A üstəgəl B. Yəni 2-də 7-nin kvadratı çıxılsın 2-də 1 i-nin kvadratı. Edəcək 4-də 49 çıxılsın 4-də 1 i kvadratı. I kvadratı da bilirik ki, mənfi 1-ə bərabərdir. Onu mənfi 1-i bura qoysaq, bura toplam olacaq. 4-də 49 üstəgəl 4-də 1 edəcək 4-də 50. O da bərabərdir. İxtisar edirəm. 2-də 25, 2 tam 2-də 12 tam 2-də 1. Doğru cavab E variantı. 23. Y bərabərdir. K bölünsün, x çıxılsın m, üstəgəl n funksiyasının qrafik verilmişdir. Bu bizə y bərabərdir, k bölü x funksiyasını xatırladır. M x oxundakı sürüşməsidir, n də y oxundakı sürüşməsidir. Baxın, burada
x oxunda bu 8-dən 4-ü çıxıram 2. Demək hər dama 2 vahiddir. 4-dən 2 vahid geri gedirəm. Bura 2-dir, bura 6-dır. Demək x oxunda sürüşməsi 2-dir. M bərabərdir 2-yə. Y oxunda sürüşməsi də baxın buradadır. Yəni 4-dür. N də 4-dür. M-i də N-i də tapdım. Gətirib qoyuram yerinə. Bir dənə də x, y oxlarından keçdiyi bir nöqtəni götürək. Misal üçün x 4 olanda y də 8 olub. X bərabərdir 4 olanda y bərabərdir 8 olub. Qoyuram qiymətləri yerinə. Olacaq 8 bərabərdir. K-nın qiymətini bilmirəm. X-in qiyməti 4 olanda M-in qiyməti 2-dir. N-in də qiyməti 4-dür. 4-ü keçirəm 8-in yanına. Çarpaz vursaq K da bərabərdir 8-ə. M üstəgəl N üstəgəl K-nı istəyir. M 2-dir. N 4-dür. K da 8-dir. Qrafikdən onsuz da M ilə N görünür. Cavabımız olacaq 14. Sual 24. A-nın hansı qiymətində limit x yaxınlaşır sonsuzluğa? A kvadratı çıxılsın 3a x kubu üstəgəl a kvadratı çıxılsın 2a çıxılsın 3x kvadrat üstəgəl 1 bölünsün x kvadrat üstəgəl 1 bərabərdir 0 doğrudur. Deməli limit n sonsuzluğa yaxınlaşırsa 1 bölünsün x üstü n bərabər olur 0-a. Yəni bizim məxrəcimiz sonsuzluğa yaxınlaşanda limit 0-a bərabər olur. Burada da baxırıq ki, məxrəcin qüvvəti 2-dir. Baxırıq ki, məxrəcin qüvvəti 2-dir. Amma sürətin qüvvəti ondan böyükdür. Belə olanda sonsuzluğa yaxınlaşa bilmir. Onda biz nə etməliyik? X kubunun əmsalını 0-a bərabər etməliyik. A kvadratı çıxılsın 3a bərabərdir 0. Natamam kvadrat tənlikdir. Hər bir vuruğu 0-a bərabər edirəm. A da bərabər olur 3-ə. Demək A 0 və 3. Həmçinin x kvadratın əmsalını da 0 edək. Çünki məxrəcdə x kvadratı qalsın da yuxarıda x kvadratı olsa onda limit 0-a bərabər ola bilməz. Məxrəcin qüvvəti sürətdən böyük olmalıdır. Yəni bərabər də olmamalıdır. A kvadratı çıxılsın 2a çıxılsın 3-ü də 0-a bərabər edirik. Burada köklərin cəmi 2-dir. Cəmi 2. Deməli, hasili mənfi 3. Bu olacaq müsbət 1. Daha doğrusu müsbət 3 ilə mənfi 1. Vuranda mənfi 3 eləyir. Toplayanda 2 eləyir. Bizə də lazımdır eyni anda ikisini də ödəsin köklər. Hər ikisini ödəyən kök deməli oldu 3. Baxın, həm buranı ödəyir, həm də buranı. Deməli, A bərabərdir 3-ə. Bizim cavabımız olacaq 3. İyirmi beş. DBS, BDS, BDS. Yəni bura. BSD, BSD. Yəni bura şəkildə də verib bizə. İkisi bir yerdə 150-dir. Gəlin bura bir alfa. Burada bir beta deyək. Alfa ilə betanın cəmini sizə verib 150. Onda bilirik ki, daxili bucaqların cəmi 180-dir. 180-ə 150-ni çıxırıq. B təbəsinə yazırıq 30 dərəcə. Daha sonra bizə deyir ki, BAC və ACB bucaqlarının cəmini tapın. BAC, ACB bu iki bucağın cəmini istəyir bizdən. Bura bir X. Burada bir Y desək, X ilə Y-in cəmi buradakı alfaya bərabər olmalıdır. Az əvvəl dedik ki, bura 30-dur. Təpəsi, yəni B təpəsi 30-dursa, 180-dən çıxırıq 30-u. Onda bu X ilə bu Y-in cəmi edir 150 dərəcə. Doğru cavab 150. 26. Silindrin ox kəsiyinin diaqonalı 18-dir. Silindri çəkirəm. Diaqonal çəkək. Bu bizim diaqonal, ox kəsiyinin diaqonalı. Bu 18-dir.
Bu bizim hündürlüyümüzdür. Baxın, bu hissə bizim hündürlüyümüzdür. Burada 9'dur. 90 dərəcə var. Bizə deyir ki, silindrin doğranı ilə ox kəsiyinin diaqonal arasındakı bucağın dərəcə ölçüsünü tapın. Silindrin doğranı elə onun hündürlüyüdür. Bura. Doğranı ilə diaqonal arasındakı, baxın, bu bucağı istəyir bizdən. Buradakı alfa bucağını. Deməli, alfaya bitişik katet var, bir də hipotenuz var. Bitişik katetin hipotenuza nisbəti bizə kosinüs alfanı verir. Yəni 9'un 18'e nisbəti 2'də 1 bərabərdir kosinüs. Kosinüs harda 2'də 1 alır? 60 dərəcədə. Deməli, bura 60 dərəcədir. Alfa bərabərdir 60 dərəcə. Cavabımız olacaq 60. Sual 27. Uyğunluğu müəyyən edin. Birincidə x çıxsın 4'ün kvadratı ən kiçik 0 alır. Bu da 0 alır. Deməli, ən kiçik qiymətimiz 2 olur. 1'ə uyğun gəldi C variantı. İkinciyə baxırıq. Baxın, x kvadrat çıx 4 0'a bərabər ola bilir. Bunun ən kiçik qiyməti 0'dır. Amma y kvadrat üstə gəl 5 özü 0'a bərabər ola bilmir. Y'in kvadratı 0 olur. Amma burada 5 qalır. Yəni ikincidə 5'in kvadratı üstə gəl 2, 25 üstə gəl 2, 27. Bizim deməli ən kiçik qiymətimiz olacaq 27. Çünki yenə deyirəm, bu arta gedəcək. Sonra üçüncüyə baxırıq. Üçüncüdə x kvadratı ən kiçik 0 ola bilir. X kvadrat üstə gəl 4 0 ola bilmir də. Burada qalır 4'ün kvadratı. Burada da y'in kvadratı 0 ola bilir. Y kvadrat üstə gəl 5 0 ola bilmir. Qalır 5'in kvadratı üstə gəl 2. 16 üstə gəl 25. Elədi 41 üstə gəl 2 43. Deməli, bunun da ən kiçik qiyməti oldu 43. Sonra deyir ki, məsələn, D-də deyir ki, ən kiçik qiymətini x 2 olduqda alır. X mənfi müsbət 2 olduqda alır. Bəli, baxın, bura mənfi müsbət 2 olduqda, y-də 0 olduqda alır. Çünki ikincidə baxın, x-in kvadratı çıxılsın 4'ün 0'a bərabər olması üçün x bərabər olmalıdır mənfi müsbət 2'yə. Yəni D gələcək ikinciyə. Burada isə göstərdik 0 0 Y variantı. Yəni x-də 0, y-də 0 olanda ən kiçik qiymətini ala bilir. 28. Hündürlüyü 20 cm olan silindir formalı qabın yarısına qədər maye ilə doldurulmuş və içərisinə uzunluğu qabın hündürlüyünə bərabər olan nazik çubuq yerləşdirilmişdir. Şəkli buradan çəkirəm. Şəkli çəkdik. Baxın, bunu yaşıl rəngdə edəcəm. Demək, bu bizim hündürlüyümüzdür və 20'dir. Çubuğun bir ucu alt oturacaq çevrəsi üzərində, digər ucu isə qabın yan divarı üzərində yerləşir. Onu şəkildən onsuz görürük. Baxın, bir ucu buradadır, bir ucu da buradadır, yan divarında. Və deyir ki, üst oturacaqdan 4 cm məsafədə yerləşir. Üst oturacaqdan 4 cm məsafədə. Baxın, üst oturacaq buradır. Üst oturacaq. Buradan 4 cm məsafədədirsə, deməli, baxın, bu qırmızı ilə göstərdiyim yer bura 4'dür. Bu yarıya qədər də sudur axı. Su olan hissəni də göstərim. Deməli, yarıya qədər sudur. Onda 20'ni bölürük 2'yə bərabərdir 10. Demək, bura qədər 10. Baxın, bu hissə 10'dur. Bura 10'dur. Onda burada nə olacaq? 6. Çünki bu yuxarıdakı 4'ü də çıxsam, burada olacaq 6. Deməli, buradan diametri çəkirəm. Bu bizim diametrimiz. Hündürlüyü buradan perpendikulyardır. Demək, burada düzbucaqlı üçbucaq əmələ gəlir, bilirsiniz. Bu düzbucaqlı üçbucağın, baxın, görürsünüz, baxın, buradan bura olan hissəsi, bu hissəsi 16'dır. Bura 16. Daha sonra çubuğun da hündürlüyü, baxın, şərtdə bizə əvvəldən deyir ki, içərisinə qabın hündürlüyünə bərabər nazik çubuq yerləşdirilibdir. Yəni bu çubuq, baxın, bu çubuq, bu bizim çubuqdur da. Bu çubuqda bunun silindrin hündürlüyünə bərabərdir, yəni 20'dir. Onda mən bura Pifaqor teoremi tətbiq edəcəm. Deməli,
yazacağım ki burada 2r'dir də. 2r'in kvadratı üstə gəl. 16'nın kvadratı bərabərdir 20'nin kvadratı. 2r'in kvadratı 4r kvadrat elədi. 20'nin kvadratından çıxacaq 16'nın kvadratını. Kvadratlar fərqi düsturu ilə yazsaq, bir dəfə 20 çıxılsın 16, bir dəfə də 20 üstə gəl 16. Çıxanda 4 eləyəcək, toplayanda 36 eləyəcək. Hər tərəfi 4'ə bölürük. R kvadratı 36-dırsa, R də olacaq 6. R'i tapdıq 6. İndi bizdən çubuğun maye daxilində qalan hissəsinin uzunluğunu istəyir. Çubuğun maye daxilində qalan hissəsi, baxın, buradır da, mayenin içində olan hissəsi buradır. Mayeni burada biz göstərmişik. Deməli, onda bu ümumi 20-dir axı. Mən bura bir x desəm, bura olacaqmı? 20 çıxılsın x. Bura artıq 20 çıxılsın x oldu. Baxın, bu hissə. İçəridə qalan hissəsi. İndi biz dedik, buradan 6'dır da bura. Baxın, burada oxşarlıq var. Alfa, alfa. Burada bir dənə beta yazıram. Alfanın qarşısında burada 6'dır. 6'nın ikinci etapa keçdik. Böyük üçbucaqda alfanın qarşısında nə dayanıbdır? Baxın, alfanın qarşısında baxın, bura dayanıbdır. Bura 16'dır. 16'ya nisbəti bərabərdir. Demək, burada 90'ın qabağında x dayanıb, burada 90'ın qabağında ümumi bura 20 idi də çubuğun uzunluğu. X'in 20'yə nisbəti. Çarpaz vursaq 120 bərabərdir 16x'a. X də bərabərdir 120'ni bölək 16'ya. Əvvəlcə 4'ə ixtisar edirəm. 4, 30. 2'yə ixtisar edirəm. Edir 7,5. Bizə lazım olan buydu. 20 çıxılsın x. İçəridə qalan hissəsi. İndi onu hesablayıram. 20 çıxılsın x bərabərdir 20 çıxılsın 7,5. O da mənə verəcək 12,5. Cavab 12,5. 29. Koordinat müstəvisində ixtiyari üçü bir düz xət üzərində olmayan 10 nöqtə verilmişdir. Təpələri bu nöqtələrdə olan bütün mümkün üçbucaqlardan biri təsadüfən seçilir. Birinci burada bizdən ehtimal istəyir də. Yəni birinci mümkün halları tapaq. Mümkün hallar. Çünki biz bilirik ki, ehtimalın düsturu necədir? Ehtimal bərabərdir mümkün hallar, bir də əlverişli hallar. Bizim ümumi neçə nöqtəmiz var? Bizim ümumi 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 dənə nöqtəmiz var. 3 götürüb üçbucaq əmələ gətirir də. Kombinezon 10 əsasdan 3. Əlverişli hallarda isə deyir ki, hər üçbucağın hər 3 təpəsinin müxtəlif rüblərdə yerləşməsi ehtimalı. Yəni, mümkün hallar belədir ki, bir rübdən götürdünüz, belə olar. Amma əlverişli hallar bizə deyir ki, sırf, baxın, biri buradan, birini E götürdüm, ikinci rübdən, birini birinci rübdən B götürdüm, birini də dördüncü rübdən P götürürəm. Baxın, belə, hərəsi bir rübdə yerləşsin. İndi əlverişli halları yazırıq. Baxın, burada birinci rübdə 4 dənə nöqtə var. 4 vurulsun, burada 4 şans. Sonra ikinci rübdən götürürəm. 2 vurulsun, burada da 3 nöqtə var. 3. Bu bir əlverişli hallar. Deməli, birinci, ikinci, üçüncü rübdən seçdik. İndi seçirəm birinci rübdən olsun. Birinci, ikinci, dördüncü rübdən. Deməli, birinci rübdə 4, ikinci rübdə 2, dördüncü rübdə də bir dənə nöqtə var. Vurulsun 1. Üstə gəl. Bu dəfə seçirəm ikinci, üçüncü, dördüncü rübdən. İkinci rübdə 2 dənə, üçüncü rübdə 3 dənə, dördüncü rübdə 1 dənə. Deməli, 1, 2-ni bir dəfə 3-ünə, bir dəfə 4-lə götürdüm. 2, 3-ü 4-lə götürdüm. Başqa götürə bilərik 1, 3-cü, bir də 4-cü rüb. 4 vurulsun 3, vurulsun 1. Bu da əlverişli hallar. İndi bunu hesablayırıq. Bərabərdir. Kombinezon 10 əsasdan 3. 10 faktorial bölünsün
10 çıx 3 7 faktorial, bir də 3 faktorial. Vurmaları yerinə yetirirəm. 24, 8, 6, bir də 12. Bərabərdir. Toplasaq, deməli bu ikisi 20, bu ikisi 30, 50. Əlverişli hallar 50 oldu. Burada da 10 faktorialı 7 faktorialla ixtisar edəndə qalır 10, 9, bir də 8. 3 faktorialda 3, 2, 1 ixtisar edirəm. Burada da 10 ilə 50-ni ixtisar edirəm. 5. Qalır 12-də 5. 30. Mərkəzi O nöqtəsində olan çevrəyə onun xaricində götürülmüş C nöqtəsindən CA və CY kəsənləri çəkilmişdir. Mən şəkli yenidən burada çəkirəm. Bu bizim çevrə mərkəzi O nöqtəsindədir. Xaricində bir dənə C nöqtəsi var. CA kəsəndi gəlib mərkəzdən keçibdir. Bu CA. Sonra bir də CY kəsəni var. D nöqtəsi, burada da Y nöqtəsi. Bizə deyir ki, buradan da bir dənə belə birləşdiribdir və bizə deyir ki, CD bərabərdir AO'ya. Bura. Biz bilirik ki, AO radiusdur. Onda burada radiusdur. Biz bilirik ki, burada radiusdur mərkəzdən BOB-də. Həmçinin OY də radiusdur. Onda O'dan D'yə də birləşdirsək, burada olacaq həmçinin R və demək burada bir bərabər yanlı üçbucaq yaranır. R. Onda bura bir alfa yazsaq, burada olacaq alfa. Daha sonra deməli bu üçbucağa diqqət etsəz, baxın. Bu üçbucaqda iki daxili bucaq alfa ilə alfadır. İki üçbucağın iki daxili bucağı cəmi bərabərdir onlara qonşu olmayan xarici bucağı. Yəni bu alfa ilə bu alfanın cəmi bucaq D, O, R üstəgəl bucaq D, C, B bərabərdir. Baxın, onlara qonşu olmayan bu xarici bucağa, yəni bucaq Y, D, O-ya. Onda mən gətirib bura yazıram 2 alfa. Digər tərəfdən bura 2 alfadırsa, axı bu da bərabər yanlı üçbucaqdır. Baxın, bu da bərabər yanlı üçbucaqdır. Bərabər yanlı üçbucağın oturacağı bitişik bucaqları bir-birinə bərabər olur. Onda bura 2 alfadırsa, mən burada yazmalıyam 2 alfa. Digər tərəfdən bu dəfə bura baxırıq. Baxın, bu üçbucağın iki daxili bucağı haradır? 2 alfa ilə alfanı deyirəm. Baxın, bunları deyirəm. Bu 2 alfa ilə bu alfa, 2 alfa ilə alfa bunlara qonşu olmayan xarici bucaq buradır. Yəni bu bucağın, bu üçbucağın, rənglədiyimiz üçbucağın, baxın, bu təpəsinin qonşusu buradır da. Baxın, bura. Bura bucaq. Deməli, bu bucağımız olacaq ASY bucağı üstəgəl bucaq SYO bərabərdir bucaq AOY bucağına. AOY. Yəni 2 alfa ilə alfanı toplayıb buraya yazacaqsınız 3 alfa. İndi bizə deyir ki, bucaq ASY bərabərdir 3'də 1 vurulsun. Bucaq AOY olduğunu ispat edin. ASY bucağı ASY alfadır. Bərabərdir 3'də 1 vurulsun. AOY bucağı AOY. Görürsünüz 3 alfadır. 3'lər gedir ixtisara. Alfa bərabər olur alfaya. Suallar bu qədər uşaqlar. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Növbəti videolarımızda görüşənədək.